Salam dostlar, gününüz xeyirli olsun. Bugün sizlərlə birlikdə 2024-cü il 5-ci sinifin suallarına baxacaq. Elə isə başlayaq. Sual nömrə 1 deməli sadə bir hesablamadır. Gəlin birlikdə sürətli şəkildə hesablayaq biz bunu. Bu şəkildə sizə yəni vurub birbaşa da hesablaya bilərsiniz. İstəsəz də mötərizə xaricini çıxarmaqla eləyərsiniz. Məsələn, mən burada eyni şeyləri almağa çalışacağam. 24 gözümə kəsdirmişəm. Buradan 60 ala bilirəm. Bunların ikisindən hər ikisindən 24-ü mötərizə xaricinə çıxanda 36 üstə gəlsin 24. Buradan təkrar 60 alıram. Bura eləyir deməli nə? 24 vurulsun 60. Təzədən bunları biz mötərizə xaricinə çıxaranda bu səfər də belə bir şey əldə edirik. 60'ı çıxarıram mötərizə xaricinə. 60 vurulsun 36 üstə gəlsin 24. Təkrar mən 60 alıram. Yəni bura qədər olan hissənin ümumilikdə 60 vurulsun 60 olduğunu görürük və onun üzərinə sadəcə nə gəlmək lazımdır? 4 vurulsun 36'nın 144 da bu eləyir. 60'ı da 60'a vuranda 3600. 3600'ün də üstünə 144 qənd edir. 3744 cavabımız olur nə? C variantı olmuş olur və biz keçirik növbəti suala. Sual nömrə 2-də növbəti fiquru bizdən istəyir. Mən növbəti fiquru necə təyin edərik burada? Birinci növbədə heç bucağa baxır. Yuxarıya baxır, sağa, aşağıya, sola baxmalıdır. Sola baxmayan C variantıdır. C variantı getdi. Ardından bu dik, yastı şəklində olmalıdır. Burada amma B variantı təkrar hələ də dik formada qalıbdır. Buna görə çıxdıq. Bu fiqur deməli hər dəfəsində sadə qərib istiqamətlə fırlanır. Deməli bir dəfə belə fırlanır, bir dəfə belə, bir dəfə. Bu tipli şeylə fırlanmaları əgər təyin edə bilmirsə 4 dənə fiqur olanda bu çox rahatdır. Baxın. Bunun bu şəkildə hər ikisinin güzgü əksi var, görürsünüzmü? Yəni bu sola baxıb, burada isə sağa baxıb. Deməli eyni şey burada da olmalıdır. Sola baxıbsa sağa baxan lazımdır bizə. Avtomatik iki variant birdən getdik. Yox, Y variantda sola baxıb, A ilə D-də. Y variantda sola baxıb, Y-də getdi. Qaldıq A ilə D-nin arasında, buna baxacaq. Burada isə hər dəfə görürsünüz ki, rozvu rəng öndə gedir. Yəni bu şəkildə gəlir, bura dönür və rozvu öndə qalır. Təzədən buradan gedir, bura qalxır, rozvu öndə qalır və belə gəlib sağa dönəndə də rozvu öndə, yəni sağ tərəfdə qalmalıdır. Amma adı gördüyünüz kimi tam tərsinə solda qalıbdır. Cavabımız olur nə? D variantı və biz keçək növbəti suala. Üçüncü sualda 4 rəqəmli 65 AA ədədinin 12-yə bölünmə bilməsi üçün A-nın ala biləcəyi qiyməti tapın. Deməli ilkin növbədə 4-ə bölünməni biz təyinləməliyik, həm də 3-ə. Çünki 12-yə bölünmənin qaydası 3 və 4-ə nə etməlidir? Eyni zamanda bölünməlidir. 4-ə bölünməni təyin edək və yoxlayaq görə rəqəmlər həqiqətən də 3-ə bölünür ya yox. AA-nın eyni olduğu halda 4-ə bölünəndə sadəcə 44 və 88, yəni sadəcə bu ikisi ola bilərlər. Hər ikisini tək-tək yoxlayaq. 6544 olanda rəqəmlərin cəmləri 6 üstə gəl, 5 üstə gəl, 4 üstə gəl, 4 bizə 19'u verir. 19 3'ə bölünmür. Bu səbəbdən bu olmayacaq. 6588'i yoxladığımızda isə 6 üstə gəl, 5 üstə gəl, 8 üstə gəl, 8 isə bizə 27'ni verir ki, bu isə 3'ə bölünür. Həm 4'ə həm 3'ə bölündüyünə görə cavabımız olacaq nə? 8A variantı. Keçək növbəti sualımıza. 4'də deyir ki, bəs Emma dərs materiallarının 45%-ni tədqiqat layihəsi üçün ayırdı. Sonra o qalan materialların 11'də 3'ünü təqdimatda istifadə etdi. O başlanğıcda dərs materiallarının neçə faizindən digər akademik işlər üçün hələ də istifadə edə bilər. 45%-ni istifadə edibdi. Yerdə qalıbdı neçəsi? 55%. Həmin o 55%-in də 11'də 3'ünü təqdimata istifadə edir. Yəni 55%-in də 11'də 3'ünü istifadə edibsə yerdə nə qədər qalıbdı? 11'də 8'e. 55 ilə 11 ixtisara getdi, qaldı 5. 5'i də 8'ə vuranda oldu nə? 40%. 40%-imiz qalıb ki, nə edə bilərik? İstifadə edə bilərik. Cavabımız olur nə? B variantı və biz keçirik növbəti suala. 5'də ictimai yığıncaqda insanlar 5 nəfərlik qruplara bölünəndə 3 nəfər kənarda qalır, 14 nəfərlik qruplara bölünəndə isə yenə 3 nəfər kənarda qalır. Hər ikisində 3 nəfər kənarda qalırsa, deməli bu ədəd 5 və 14'ə bölünən ədədin üstünə 3 gələrək əldə edə bilirik. Biz 5 və 14'ə bölünən ədəd tapmalıyıq. Yəni 5 ilə 14'ə ortaq ədəd tapırıq. Bu da 70 edir. Yəni 5 vurulsun 14. Çünki 5 ilə 14'ün hər hansı bir ortaq vuruq olmadığına görə avtomatik olaraq biz 70 almış olduq. Deməli bu ədəd 70 isə gəlsin 3, yəni 73 olacaq. Həqiqətən baxdığımız zaman 73'ü biz böldüyümüzdə
5'ə 14 alınır, qalıqda 3 qalır. 73-ü böldüyümüzdə 14-ə isə 5, qalıqda 3 qalmış olur. Hər ikisində yəni qalıqda 3 qalır. Yaxşı, bəs digər ədəd ola bilərdi? Bəli, 140 da ola bilərdi, 210 da ola bilərdi. Bəs bunlar niyə olmadılar? Çünki burada ikinci bir şərt verib bizə. Yığıncaqda 40 kişi var və qadınların sayı kişilərin sayından azdır deyir. Burada götürdüyümüz zaman 73 nəfərdən 40 əgər kişidirsə, həqiqətən də 33-ü qadın olur və az olmuş olur sayı. Amma 140 götürsəydik, 140 olanda isə 40 əgər kişidirsə 100 nəfər qadın. O zaman o ikinci şərt pozulmuş olurdu. O səbəbdən yəni 140-ı 210-u yox da biz sırf 70-i götürürük. Yəni əgər ki desəydi ki, yığıncaqda məsələn 80 kişi var, məsələn qadınların sayından çoxdur və s. desəydi, o zaman 73 yox, digərlərini eləyə bilərdik, götürə bilərdik. Keçdi, yəni burada cavabımız oldu 73C variantı. Keçdik 6-cı suala. Sophie Mary Lucas 150 konfet aralarında bölüşdürür. Sophie Lucas'a verilən konfetlərin 6'da 1-i qədər konfet verilir. Deməli, Lucas'a X verilibsə, Sophie'yə verilib nə? 6'da 1 X verilibdir və Mary Sophie 30 konfet verirsə, Sophie'nin konfetləri sayı Lucas'ın konfetlərinin 3'də 2-si qədər olacaq. Tamam. Deməli, əgər ki Sophie 30 konfet verirsə, yəni 6'da 1 X'in üstünə 30 da gəlsək, o 3'də 2 X olacaq. Lucas'ın 3'də 2'si qədərdirsə, Lucas'da X olduğuna görə 3'də 2 X'ə bərabər olmuş olacaq. Bu tənliyi buradan dərhal qapdıq. Və əsas o idi, biz bərabərləşdirək. Gerisi artıq nədir? Baxca. Deməli, 3'də 2X-dan altda 1X-i çıxırıq. 3'də 2X çıxılsın, altda 1X bərabərdir nəyəm? 30-a. Eyni məxrəcə gətirdik. 6'da 4X-dan çıxdıq nəyim? 1X-i bərabərdir nəyəm? 30-a. 4X-dan X-i çıxanda qalır 3X. 6'da 3X əgər 30-dursa, bu nə deməkdir? 3X bərabərdir 6 vurulsun 30, yəni 180. Düzdür mü? 3X da yəni buradan X bərabərdir nəyə? 180-i böləcəyik 3-ə eləyəcək neçə? 60. Doğrudurmu? Deməli, Lucas'ın nə qədər konfeti var imiş? 60 konfeti var imiş. Sophie'də nə qədər var imiş? Sophie'də də ki, onun 6'da 1-i, yəni 10 konfeti var imiş. İkisində birlikdə 70-dirsə, Mary'ni soruşurum. Mary'nin nə qədər konfeti var imiş? 150 çıxılsın. 60 Lucas'a görə, 10 Sophie'yə görə, qalır yerdə neçə? 80 ədəd konfeti var imiş. Cavabımız olur nə? D variantı və keçən növbəti suala. 7. Neçə 2 rəqəmli ədədlə 15 ədədinin cəmi 8-ə bölünə bilər. Tamam. Neçə 2 rəqəmli ədədlə 15 ədədinin cəmi. İlk öncə ən kiçiyi tapaq. Ən kiçik, yəni bizim bildiyimiz 8-ə bölünən ədədləri yazdığımızda 2 rəqəmli ədədlərdən biri nədir? İlk bölünən 16-dır, düzdürmü? Amma bizə onu demir. Bizə deyir ki, 15 ilə cəmi bölünsün. O zaman da mən gərək neçə götürüm? Bunu 1 götürüm ki, 1-in üstünə 15 gələndə 16 olur. Bizdən bunun 2 rəqəmli olmasını soruşur. Bu səbəbdən bundan 1-8 sonrasında 9-u götürəndə də 15 üstə gəlsin 24. Yenə də okey bölünür, amma 9 2 rəqəmli deyil. 1-8 sonrası nə eləyir? Eləyir 10, deməli 7. 17 ilə 15 topladığımızda da bizə verir nə? 32-dir. Deməli 17-ni götürə bilərik. Eyni prosesi ən sonda da yerinə yetiririk. Ən sonda da ki 97-dir ki, 97-nin üstünə 15 gələndə verir bizə nə? 112-ni, 112 həqiqətən də 8-ə bölünür. Deməli 97 ilə 17 arasındakı bütün ədədlər bu prosesi yerinə yetirirlər. Say düsturu bərabərdir. Sonuncu çıxılsın birinci, bölünsün 8 üstə gəlsin 1. 97-dən 17 çıxan deyilir 80, 88-ə bölün deyilir 10, 10 üstünə 1 gəlin deyilir nə? 11 almış oluruq. Cavabımız olur nə? B variantı. Keçək növbəti suala. Rəqəmlərinə x-i tək ədəd olan və həm 8, həm də 9-a bölünən ən kiçik ədədi tapın deyir. Rəqəmlərindən x-i də tək olmalıdır. X-i tək olmalıdır və 8 və 9-a bölünməlidirsə, bu ədəd deməli 72-yə də bölünməlidir. Deməli bu 72-nin qatlarıdır. 72, 144, ardından 1 də üstünə 72 gəlir. Ta ki verənə qədər də, yəni ən kiçiyini istəyir axı bizdən. 144 gördüyünüz kimi okey, 3 rəqəmlidir. 72 özü də. Amma rəqəmlərindən ikisinin də tək olmasını deyirsə, 72-də tək deyil. 144-də də biri təkdir, ikisi cüddür. Bir sonraki ədəd, yəni üstünə bir də 72 gəlirik. 6, 1, 216. Yenə də ikisi cüddür, bir də 72 gəlirik. 8, 8, 2, hələ də ödəmir, bir də 72 gəlirik. 0, 6, 3, hələ də ödəmir, bir də 72 gəlirik. 2, 3, 432, yenə də ödəmir, bir də 72 gəlir, eləyir nə? 4, deməli, 7, 3, 0, 1, 504, 1. Yenə ödəmir, bir də 72 gəldiyimizdə görə ödəyəcəyimi 6, 7, 5, bəli, artıq ödədir. 576 nədir? 2 dənə rəqəm təkdir, üçüncüsü isə cüddür. Cavabımız olur nə? Y variantı.
D variantı düşünənlər də uşaqlar düzdür. 792 də 72-yə bölünür. Yəni həm 8, həm 9-a bölünür. Həmçində 2 rəqəmi təkdir, amma ən kiçiyi o deyil. Ən kiçiyi nədir? Ondan öncə gələn 576 olmuş oldu. Növbəti sual. 9-da bizə deyir ki, aşağıdakı cədvəl verilmiş hər bir kvadrat tərəfin uzunluğu 3 cm rənglənmiş fiqurun sahəsini tapın. Əvvəlcə fiqurun sahəsini tapaq. Fiqurun sahəsini tapanda bu tipli misallarda nə edirdik? Biz dərhal bölmələrlə yerinə yetirirdik də. Məsələn, tutaq ki, bu hissəni buradan belə ayıracağam. Bax, bu hissəni buradan ayırıram. Bu hissə 1, 2, 3, 4, 1, 2, 3. 4-ün 3'ü olan bir düzbucaqlının, düzdürmü? Yarısıdır, yəni 12'nin yarısıdır. Bura 6'dır. Gələk indi bu birisindən, bu görə neçədir? Bu da bax, bunun yarısıdır. Əgər mən bunu buradan ayırsaydım, görərdik ki, həqiqətən də bu hissə, bu düzbucaqlının, bu hissə isə bu düzbucaqlının. Yəni, ümumilikdə bu düzbucaqlının yarısıdır. Neçə olan? 1, 2, 3, 4, 1, 2, 3, 4, 5'in 4'ü olanın yarısıdır. Yəni 20'nin yarısıdır. Burada deyir nə? 10. Yəni ortadakı bu hissəyə ehtiyacım yoxdur. Bu silə bilərəm. Bu hissə də elədi 10. Eyni şeyi burada düzəldirəm. Sol 6 eləmişsə deməli burada nədir? 6 eləyəcək. Sonra ardından eyni şeyi burada düzəltəcəm. Bu da belə bir düzbucaqlının yarısıdır, düzdürmü? Bir dəqiqə. Bunu buradan aparsam səhv çıxa bilər. Daha böyüyünü aparmalıyam. Çünki burada gördüğünüz kimi belə yarım kəsər kimi düşübdür. Ona görə diqqətli olmaq lazımdır. Bunu buradan belə bölsək, bunu buradan belə çıxartsam, buradan belə bir şey, buradan da bu formada aparsam, baxın. Bunu buradan belə böləcəm. Əslində bəlkə içəriyə girmək, çünki içəri zaten o birisləri çıxaracaq da. İçəridə tam düzbucaqlı alardım. Neyse aldıq da, yine eyb yox, üstü alarıq. Bu şəkildə bunu buradan aparıram. Baxın, indi bu düzbucaqlını tapmaq üçün, bu rəngli hissəni tapmaq üçün bu hissələri nə edəcəm? Ağ hissələri tapacağam. Ağ hissələrdən birincisi neçədir? Baxın, diqqətlə baxın. Ağ hissələrdən biri 1, 2, 3, 4, 1, 2, 3'e olan, 4'ün 3'e olan bir düzbucaqlının yarısıdır. Bax, buradan əgər bu nöqtə qırıq aparsam bu şəkildə. Ağ hissə tam olaraq nə edir? Bax, bunu görürsünüz, tam şəkildə yarıya bölür ağ hissə. Deyim ki, həmələn burada da ağ qalıb, onunla işi yoxdur. Hələ ki, bu ağı tapın. Bu ağ deməli, 3'ün 4'ü olan bir düzbucaqlının tam yarısıdır. Yəni 12'nin yarısı. Bu ağ 6'dır. Gəlin digər ağı tapaq. Görək digər ağ neçədir. Digər ağı isə 1, 2, 3, 4, 5'in 1'i olanın yarısıdır. Düzdürmü? 5'in 1'i olanın yarısıdır. Yəni 5 vur 1 bölü 2 ilə götürəcəyik biz bunu. Bu da 2,5'dir. Bu ağ da 2,5'dir. 2,5'dir. Ağlar 2,5'dir. İndi ümumi fiqurdan ağları çıxanda bu rəngli sahə qalmış olacaq. Rəngli sahə neçədir? 1, 2, 3, 4'ün 3, 2, 5'ə. 20'dən bunları çıxmaq lazımdır. 20'dən çıxacaq, 6 üstə gəlsin 2,5. Yəni ağları toplayıb ümumidən çıxanda rəngli qalır. 20'dən də 8,5 çıxanda qalır nə? 11,5. Doğrudurmu? İndi buradakı nə idisə, bu da onun nə idi? Simmetrikdirlər də, bu da onun toçunun eynisidir. Yəni buraya əgər 11,5 elədirsə, deməli burada 11,5'dir. Y'də qalır təkcə bu hissə. Bu hissə də 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 6'nın 3'ə, yəni 18 olan bir düzbucaqlı da burada var. İndi bunların tamamını toplayırıq. 10 üstə gəlsin, 6 üstə gəlsin, 6 üstə gəlsin, 18 üstə gəlsin, 11 yarımdan 11 yarım. İkisi birlikdə elədilər neçə? 23. Və bunların cəmlərini də nə etmək lazımdır? Sonda 3'ə vurmaq lazımdır. Bunu da unutmayaq. Çünki tərəfin uzunluğu 3 cm idi. 16, 22, 40 elədi neçə? 63 vurulsun 3. Bu da bizə verir nəyi? 189 cm vermiş olur. Səhv hesapladım. 16, 6. Bu 22 elədi. 22 son 8 gəndə 40, 40'ın da üstüne 23 gəndə 40'ı 40'ın üstüne 23 gəndə 63 eləyir. Yox, 189 ilə kvadrat saymışıq. Biz 189'u bunun kvadratına vurmalıyıq, üzr istəyirəm. 63'ü bunun kvadratına vurmalıyıq. 9'a 3'ə yox. Axı biz kvadratların sayını tapmışıq. Hər bir kvadrat 9'dursa o zaman yaxşı ki cavablar yoxdur. Yoxsa belə də keçəcəydim, sonra rəy bölməsində dağıdırsınız ki. Ay müəllim səhv yazam. 63 vurulsun 9, 9'a vuranda 7, 2 hətta 6 ilə 9'a vuranda 54, bu da elə də 56, 567, C variantı. Yaxşı qutardıq. Növbəti. Onda
Lin Petia'nın nəvələr arasında bölüşdü. O Petia'nın 5'te birini John'dan, sonra qalan Petia'nın 3'te birini Emily'ye verdi. Bundan sonra o qalan Petia'nın 4'te birini Noha, digər qalan Petia'ya isə Stacy'ye verdi. Əgər Stacy'ye John'dan 36 Petia'ya çox verilibsə, Emily'yə neçə Petia'ya verilmişdi. Tamam. Burada deməli biz tənliyi buradan quracağıq, çünki dəqiq rəqəmi biz burada görə bildik, düzdürmü? 5'te birini John'a verib, düzdürmü? Deməli, Petia'lərin sayı olsun. Lin Petia'ləri nəvələr arasında böldü. Deməli, Petia'lərin sayı oldu x. O Petia'lərin 5'te birini John'a veribsə, bax, 5'te 1 x-i John'a verilib, düzdürmü? Qalan Petia'lərin 3'te birini Emily'yə verib. İndi bunları sıralı şəkildə böləcəm. Deməli, John, Emily, Nu, Stacy. John'a verilib 5'te 1 x. Emily'yə nə qədər veriləcək? Yerdə qalanın 3'te 1'i. 5'te 1'i ona verilmişsə, yerdə 5'te 4 x qalıb. 5'te 4 x'in 3'te 1'ini Emily'yə verdim. Nuha nə qədər qalacaq? Nuha isə 5'te 4'ün 3'te x'i qalacaq. Çünki 3'te 1'ini verdilərsə, qalanın 3'te 1'ini də verdilərsə, 3'te x'ini inəcək, Nuha qalmış olacaq. 5'te 4 x vurulsun, 3'te x'i Nuha verildi. Qalan Petia'lər vardı, üzr istəyirəm. Deməli, Nuha isə bundan sonra qalan Petia'lərin 4'te 1'ini Nuha verdilər. Qalanın isə 4'te 1'ini Nuha verdilər. Ən sonda qaldı Stacy'yə. Stacy'yə isə nə idi? Digər qalan Petia'ya isə Stacy'yə verildi. Deməli, bunları yeni yazıram. 5'te 4 vurulsun, 3'te 2 vurulsun, 4'te 1'ində 4'te 3'ün indi qalınmış, onu da Stacy'yə verib. Bunları tamamlayaq, yəni normal ədəd halına gətirək hamısını. Elə 5'te 1, 5'te 1 x kimi qalır. Bu birisi olur nə? 15'te 4 x, bu birisi olur nə? 5, 3, 15, 4, 60'da 8 x da bu eləyir. Bu neçə eləyir uşaqlar? Bunu da istəyirəm ki, bu şəkildə saxlayayım. Mənə lazımdır da, çünki fərqini tapacağam. Ona görə ixtisar aparmıram. 60'da 2, 3, 6, 24 x da budur. Düzdürmü? 4, 2, 8, 3, 24. Bəli. Bunların arasındakı fərq 36 Petia'dır. Deməli, 60'da 24 x-dan çıxanda 60'da 8 x-i bərabər olur nəyə? 30'a. Eyni məxrəcdə birləşdirdim. 60'da 24 x çıxılsın, 8 x bərabərdirsə 30'a. 24 x-dan 8 x çıxanda qalır 16 x. Bərabərdir 30'a. Deməli, 16 x bərabərdir 30 vurulsun 60 və x buradan bərabərdir nəyə? 30 vur 60 böl 16. 16 başlı nəyə? 2'lərdən ibarətdir. Buradan 2'lər çıxır mı o qədər? Çıxmır axı. Bunun içərisində 4 dənə var. Bunun içində 4 var, bunun içində 2 var. 8 il axı. İxtisar getmir. 36 imiş. Tamam, okey. O zaman dəyişər işin rəngi. 36, 36, 36. Burada da nə etməliyəm? 36, 36 yazmalıyım. Tamam. İndi bölünər. Bəli. 16 ilə 60 ixtisar getdi 4'ə, burada qaldı 4. Burada qaldı 15, 36 ilə 4 ixtisar getdi 4'ə, burada qaldı 1, burada qaldı 9. 9'u da vuranda 15 edir neçə? 135 dənə Petia'ya var imiş ən başda. Bu bizə deyir ki, Emily'yə neçə Petia'ya verilmişdi? Emily buradadır. Sadəcə 15'te 4'ü nə etmək lazımdır? 135'e vurmaq lazımdır. 15 vurulsun, 4 vurulsun, 135. 15 də 135 ixtisar gedir qalır. 9, 9 da 4'ə vuranda edir nə? 36 cavabımız olur nə? B variantı olmuş olur. Keçdik növbəti suala. 11. Şahmat turnirində eyni anda yalnız 2 yarışçı yarışa bilər. Turnirdə 6 nəfər iştirak etdi. Onların hər biri bərabər müddətlərdə yarışdı. Turnir 21 saat davam edibsə, hər iştirakçı neçə saat oynayıb. Eyni zamanda bir iştirakçı oynaya bilər. 6 nəfərdən ibarət bir oyundursa, ümumi oyunların sayında bu eyni vaxtda 2 nəfər oynaya bilirsə, biz oyunun sayını tapa bilirdik, düzdürmü? 6 vurulsun, 5 bölünsün 2 idi. 15 oyun keçirilib, eyni anda yalnız 2 yarışçı iştirak edə bilər. Turnirində eyni anda yalnız 2 yarışçı iştirakçı yarışa bilər. Onların hər biri bərabər müddətlərdə yarışdı. Hər biri bərabər, yəni eyni sayda oyunlar oynanıb. 15 dənə oyun var, 6 nəfər. Bunlar deməli necə oynayıblar bir-birlərinə? Oyunu təyin edək də. 15 dənə oyun 21 saat çəkib. Bizə hər iştirakçının nə qədər oynadığı lazımdır.
Hər iştirakçı 3 oyundan bir oynayıb da. Çünki 6 nəfərdirsə, tutaq ki A ilə B oynadı, sonra C ilə D oynadı, sonra D ilə Y oynadısa, növbədə yenə də A kimlənsə oynamalıdır da. Yenə A-nın sırası gələcək. Məsələn, baxın. 6 nəfər deyil, A, B, C, D, Y, F. A ilə B oynatsa, növbəti turda C ilə D oynadı, növbəti turda Y ilə F oynatsa, sıradan yenə də yenə A ilə B-nin sırası gələcək. Yenə A ilə B deməyək də yenə A kimlə oynayacaq, amma yenə A-nın sırası gələcək də. Hamısı eyni qədər oynayıblarsa. Məsələn 15 oynatda burada düzəldə də bilərik. Neçə dəfə oynadığını görmək üçün də ən yaxşısı odur. Gözlə görək ki, sizə də rahat olsun, mənə də rahat olsun. Çünki yorğunam, o belə şifayə tapa bilməyəcəm. A ilə B, C ilə D, Y ilə F. Birinci tur bitdi. Birinci turun ardından indi ikinci tur başlayır. Deməli bura oldu birinci tur. Birinci tur. Ardından indi A ilə C oynasın, B ilə D oynamasın, çünki Y ilə F təzədə oynaya bilərlər. B ilə Y oynasın, deməli D ilə F oynasın. Bu da oldu nə? İkinci tur. İndi gələk üçüncü turda görək nə olacaq. Üçüncü turda deməli üçüncü tur dediyim üçüncü tur deyirlər, bilirsiniz ki, bunların hər biri ayrı-ayrı turlardır. Sadəcə biz özümüz hesablamaq üçün deyirik onu. Deməli A ilə D oynasın, C ilə F oynasın, B ilə də Y oynasın. B ilə Y heç oynayıb, B ilə Y oynayırmış bu arada. Biz də onda neyiniyək? C ilə Y-ni oynadaq, B ilə F oynasın. Tamam. C ilə Y-ni oynatdıq, B ilə də F oynadı. Hələ də təkrar getmir qəşəng. İndi dördüncü dəfə başlayanda A Y ilə oynayacaq. B heç D ilə oynamayıb. B-ni D ilə oynamayacaq, çünki onda Y ilə F düşər. Yox, B ilə D oynasın, C ilə də F oynasın. Tamam, C ilə F heç oynamamışdı. C D A ilə oynayıb, D ilə oynayıb, Y ilə oynayıb, F ilə oynayıb. Əla. 3-3-3-3 12-də düzdürmü? Bax, sonuncunu indi yazıram. Sonuncu yazandan sonra indi A-nın neçədə oynadığını sayacaq. Yəni əslində belə də bilə bilərdik ki, A-nın oynadığı sayla götürmək olardı ki, yəni 1 burada, 2 burada, 3 burada, 4 burada. Yəni A artıq 5-ci dəfə oynayacaq da. 5 dəfə oynamış olacaqsa, turnir 21 saat davam edibsə, hər iştirakçı neçə saat oynayıb, bizə bu lazımdır. Amma burada bir atladığımız bir məsələ var. İndi onu da yazım, göstərəcəm sizə. Deməli A ilə F-in sırasıdır. A ilə F oynayacaq. Görüm yerləşmir, yerləşmir deyə belə ardıcıl yazacağam. A ilə F oynayır. B ilə kim oynamayıb? B A ilə oynayıb, B Y ilə oynayıb, B D ilə oynayıb, B F ilə oynayıb, B C ilə heç oynamayıb. Düzdürmü? B ilə C oynasın. Ardından da qalır nə? D ilə də Y heç oynamayıb, hə? D C ilə oynayıb, D F ilə oynayıb, D A ilə oynayıb, D B ilə oynayıb, D ilə də Y oynasın. Bitdi. 15 oyun gördüyünüz şəkildədir və bu 15 oyun hamısı hər dəfəsində bir iştirakçı yarışıbsa, deməli biz 21 bölü 15 oyuna vururuq nəyə? 5-ə. Səbəb, çünki burada uşaqlar biz 15 oyunun 5-ində cəm oynayıb da həmin iştirakçı. 15-də də 5 xıça gedir, qalır ki 21 də bölündə çedir nə? 7. İndi mən bəri başdan cavabın 7 olduğunu bilirdim, amma bunu sizə sübut eləmək lazımdır. Sübut da necə olur uşaqlar? 6 nəfərdirsə bunlar həmişə 2-2-2 oynayacaqlarsa, ümumilikdə neçədə oyun ardıcıl şəkildə geçəcək. Hər dəfəsində 3 oyun, düzdürmü? 3 oyunsa avtomatik neresi 21 saat. Yəni bir iştirakçının bu 6 da oyunun içərisində 3-3 oynanacağını görürəm də. 21-i birbaşa 3-ə bölüb də 7-yə ala bilərdik. Amma bu hər zaman ödəmir uşaqlar. Onun üçün daha dəqiq 21-i 15-ə bölüb 5-ə vurmaqdır. Tamam, bunu biz görə bilirik yenidən. 3 oyundan bir olduğunu görə bilirik. Yəni 21-i 3-ə bölüb 7 saat oynadığını görə bilirik. Amma yenə də tam dəqiqin görmək üçün nə etmək lazımdır? Bəs bayaq dediyim qaydada hamısını tək-tək yazmağınız sizin üçün daha yaxşıdır, daha dəqiq artıq bilirsiniz ki, oyunların sayını və s. Ya da tək-tək yazmağınıza ehtiyac yoxdur. 6 vurulsun 5 bölünsün 2, 15 oyun oynandığını bilirsiniz və 15 oyundan da 6-dan 5-i boş-boşuna yazmırıq da biz. 15 oyunda da bildik ki, hamısı qarşılıqlı oynayacaqlarsa, bir oyuncu 5 dəfə oynamış olur. Bunu da görə bildik biz buradan. Birbaşa ilə 21-i 15-ə vurub 5-ə də bölə bilərdiniz.
Keçək növbəti sualımıza. Deməli, 12-ci sualda aşağıdakı fiqur düzbucaqlı formandadır. Fiqurun perimetri falan falan tapın. Aha. Ümumi uzunluq 72 santimetrdir. Deməli, bizə 72 nəyi verir? Baxın. Bura üstə gəlsin, bu üstə gəl, bu üstə gəl, bu və bu. 72, həmçində bununla da bu 72-dir. Yəni 2 dənə 72 var. Üstə gəlsin. Bura 33-dürsə, o deməkdir ki, yəni bu üstə gəlsin. Bu ikisi birlikdə yəni 33-dür. 33 üstə gəlsin, 33. İkisi birlikdə 33 olmuş olurlar. 2 vurulsun 72 üstə gəlsin, 33 üstə gəlsin, 33 bunlar da ikisi birlikdədir. Zəng gəldi, böyük ehtimal kayda da düşdü o zəng. İranlıcı montajda onu həll eləməyə vaxtım yoxdur, eyb yox qalsın. Çünki kompüterində səsini salır. Əslində belə eləyə bilərəm. Növbəti dəfə belə bir şey olmasın deyə kompüterin səsini bağlaya bilərəm buradan. Bağladım. Ki növbəti dəfə yenə zəng gəlsə bilək. Gəldi bu hissəyə. 9 qalxıb 9 düşüb. 9 9. Üstə gəlsin 9 vurulsun 2. Üstə gəlsin 18 düşüb 18 qalxıb. Üstə gəlsin 18 vurulsun 2. Üstə gəlsin 12 düşüb 12 qalxıb. 12 vurulsun 2. Üstə gəlsin 15 düşüb 15 qalxıb. 15 vurulsun 2. Bunların hamısını toplayacaq. Sonları fərqli ədədlərdir. Birbaşa sonla getmək olar. Deməli, bunun sonu 4 edir. 3 3 sonu 6 edir. Sonu 8 edir. Sonu 6 edir. Sonu 4 edir. Sonu 0 edir. Deməli, 4 0 8 4 4 8 A variantı ilə eləyək 318. Yəni toplamağa halım olmadı deyə belə elədim. Ya da Y variantı eləyə bilər, bilmirəm. Yəni siz belə riskə getməyin. Mən bilirəm ki, zaten hesablayacaqsınız, ona görə deyirəm. Amma Y variantı eləyə bilər. Bəlkə 318 eləyir, 328 eləyir. Yəni onda diqqətli olun. Siz axıra qədər toplayın. Mən sadəcə vaxtım yoxdur. 3 qutu ABC qutular olaraq etiketlənir. Bu qutuların birində köynə, digər ikisində isə ayaqqabı var. Bağlamaların üzərində etiketlər aşağıdakı kimidir? Falanlar filanlar. Tamam, okey. Yalnız bir qutu düzgün etiketlənibsə, A qutusu düzgün etiketlənibsə, yəni A qutusu deyir ki, B qutuda ayaqqabı var. Onda B yalançı demiş olur. B qutuda köynə yox, ayaqqabı olmuş olur və C qutusu da yalan deyir, B qutusunda deyir ayaqqabı var. Bunlar zaten bir-birlərinə çelişirlər. B əgər yalan deyirsə ki, bu qutuda köynək var, ayaqqabıdır. C dedi ki, B qutusunda ayaqqabı var. Onda da köynək olmuş olur. Başa düşdün? Bunlar bir-birlərinə çelişirlər. Yəni A-nın düz olduğu variant səhv olur. Gəldi B-nin düz olduğuna. A qutusunda bu qutuda ayaqqabı yox, onda nə olur? Köynək olmuş olur. Bu qutuda köynək var deyirsə doğru deyir. Köynək var. Həqiqətən də C isə deyir B qutusunda ayaqqabı var. Yox, yalan deyir. Köynək var. Düzdürmü? İndi o zaman bu qutuda nə olmuş olmalıdır? Bizə ayaqqabı olmalı lazımdır ki, qutu C qutusunun özündə düz olsun. Bizə nə deyir? Deyir ki, bəs yalnız bir qutu düzgün etkin aşağıdakı hansı doğrudur? Hə, bu qutuların birində köynək, digər ikisində ayaqqabı var. Hə, bizdən də ikisində köynək almışıq. Deməli B-nin də yalan olduğu variant səhvdir. Deməli, A ilə B-ni yalan, C-ni doğru götürəcəyik. C deyir ki, B qutusunda ayaqqabı var. Deməli, B qutusunda köynək yox, nə olmalıdır? Ayaqqabı olmalıdır. A qutusu deyir ki, bu qutuda ayaqqabı var. Yox, yalan deyir. Köynəkdir, deməli, bunda da nə olmalıdır? Köynək olmalıdır ki, düz olsun. Birində köynək, bağlamanın üzərindəki etiket aşağıdakı kimidir? Müraciətdə hansı doğrudur? Sadəcə C-nin dediyi doğru olmuş olur uşaqlar. C düz deyəndə bizə kömək edir. C çünki deyir ki, B qutusunda ayaqqabı var. C qutusunun özünə isə köynək yaza bilirik. C qutusu haqqında heç bir məlumat yoxdur deyə. Onun özündə köynəyi yaza bilirik. Çünki bu köynək çıxdı. Bu ayaqqabıdsa bu avtomatik olaraq köynək olmaq məcburiyyətində. Deməli C-nin dediyi nə imiş? Düz imiş. Hə, hansı doğrudur deyir. Hə, C qutusunda köynək tapdıqda biz. C qutusunda köynək var. C variantı. C qutusunda dəqiq köynək tapdıq. Yadımdan çıxdı nə yazdığımız. Bir dəqiqə. Ha. Ha, C qutusunda köynək tapmışıq. Tamam, okey, düzdür. Cavab C variantı olur. 14. 3 ardıcıl tam ədədin hasili 54834-dür. Bu 3 tam ədədin cəmini tapın deyir. Deməli, birinci növbədə 54834-də yaxın bir kub tapmalıyıq ki, o ədəd həmişə onun ortası olur da. 54834-də yaxın bir kub. Tamam, kublara baxdığımız zaman hansına yaxın olar? Deməli. 2-nin kubu bizə 8-i verir, 4-ün kubu bizə nəyi verir? 3-ün kubu bizə
3-ün kubu bizə 27-ni verir. 4-ün kubu bizə 64-ü verir. Deməli 40-larla geçsək 6400 eləyir. 30-larla geçsək 2000. Bu yəni 30 ilə 40-ın arasında bir ədəddir. Onu görmüş olduq biz. 30 neçədir yəni. Amma 40-dan böyük deyil. 30 neçədirsə bu ədəd. 30 neçədir? Yaxşı. Amma yəni 30-lar 2700-lərə qədər gəlirsə bu 40-a doğru yaxınlaşır yəni. Artısa 35 üstü bir ədəd olacaq bu. Son hissəsində 4 verməyinə görə 3 dəfə bir ədədi 3 dəfə sözünə vuranda 4 verməlidir də. 3 dəfə sözünə vuranda 4 verməlidirsə Yo. Bu bizi çaşdırmasın. Bu ədədin özü deyil axı. Tamam. Biz buna yaxın tapmalıyıq. Ona yaxın tapmalıyıq. Deməli 35 vurursa 35 vurursa 35. Bu 42875 edir. Yəni hələ var çatmağına. O zaman 2-dən artırıram. 37 vur, 37 vur, 37. Bu da edir 50663. Bayağı böyükmüş. 39 vur, 39 vur, 39. 59000 edir. Bir dənə artırsam kifayət edirmiş. 38 imiş bu arada. Deməli 38-in kubu bizə verir nəyi? 54872-ni. Bu nəyin yaxın ədəd budur. Deməli ortadakı ədəd 38-dir, biri 37-dir, bir dənə də 39-dur. Bu mənaya gəlir. Tamam mı? 37 vur 38 vur 39. Həqiqətən də bu üçün bir-birinə vurduğumuzda 37 vur 38 vur 39 edir 54834. Bizdən bunların cəmini istəyir. 37 üstə gəl 38 üstə gəl 39 114 edir. Cavabımız olur nə? B variantı. Yəni bu tipli misalları belə tapırsınız uşaqlar. Nəyin kub olduğunu tapırsınız. Gerisi baxca. Yəni başqa bir şey deyə bilərdinizmi? Hə, eləyə bilərdiniz. 3 ardıcıl ədəd olduqlarına görə 54834-də əslində vurğularına da ayıra bilərdiniz. O da yəni heç də qısa çəkməyəcəkdi, uzun çəkəcəkdi. Vurğularından da baxıb bu hansı ədədlər ola bilərdi, çıxara bilərdiniz əslində. Yəni, o da mümkündür. Onu da eləmək olar. Sadəcə 37 işləri korluyur da yəni. Əslində hə, yəni onunla da eləmək olar. Hətta sizə göstərib eləmək olduğunu. 54834-ü böləcəyik 2-yə. Sırayla gedək. Deməli 54834. 834. Böldüm 2 elədi neçə? 27417. Düzdürmü? 27417 də bu artıq bir dənə sadəcə 19-a bölünəcək böyük ehtimalle. Başqa heç nəyə bölünməyəcək. 19-a, oha. Bu edir 1443. Bu özü də 37-yə bölünəcək. Yəni vurğularla getməməyiniz isə məsləhətlidir. Çünki sadə ədədlər var deyə içərisində. Buna baxın siz ana 37 19-u 2-yə vuranda 38 39. 39 əslində 3-dən də göstərmək olar. 3-ə də bölə bilərdik. Orada tələsdim. Amma yenə də 13 var da orada. 3-ə böləcəksən, 13-ə bölündüyünü görməlisən, 37-yə bölündüyünü görməlisən. Yox, bu tipdə yəni ən azından bu misalda bu ödəməyəcək. Çünki siz 37-yə bölünməni necə görəcəksiniz orada ki bu 37 olsun. Məntiqlə tuta bilsəz ki 19 vur 2 var burada, 18 var ya 37 39 olmadı. Yəni 39 da görürsüz. Bölünsün 3 var çünki. 13-ü görmək lazımdır. Əgər oradakı o 2 ilə 18-i görsəz sizə nəyisə kömək eləyə bilər, yəni 9-a bölünməklə. Yəni o şeyi tuta bilsəz əgər sizə kömək eləyə bilər. Yoxsa yox. Çünki 3 dəfə düz 3-ə bölünə gedəcəkdir bu. Onu oradan ayırd etmək də çətindir. Birinci dediyim variant bu, ən azından bu sual üçün birinci variant daha rahat olar bundan. Aşağıdakı figürün düzgün çevrilmiş forması hansıdır? Deməli, fırlanmalara baxmaq lazım. Yəni sadəcə bu gözlə belə ölçmək lazımdır. Bu belə düzələndə bu burada yox, tam əksinə bu bir tərəfdə solda qalır. Bunu belə dikə qaldıranda yenə A ilə B eyni şey olur. C-ni deməli dikə qaldırıb geriyə doğru fırladanda yenə bunlarla eyni şey olur. D-ni deməli belə fırladan. D deyəsən düzdür. D-ni fırladanda o bir tərəf deyəsən D düzdür. Y-yə baxaq. Y ümumiyyətlə əlaqəsi. Y nədir ki bu? Belə dikəldən də o da belə. Bunların eyni şey olmuş. Cavab D olacaq. Ki bu fırladanda fikir verir inşallah. Bax bunu belə başına bu bir tərəfə gətirin. Görürsünüz o hələ də geridə qalmış olur. İləriyə doğru gəlmir. Yəni D-dir. Heç nə yox elə bunun özünü də biraz belə fırlatsaz bununla eyni tərəfə baxdığını görərsiniz şu olur. Davam. 6-da aşağıdakı figürdən neçə üst bizə var? Sayaq.
Əvvəlcə təkliləri sayaq. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə təkli var. Təkli 8 dənədir. Ardından gəlin ikilikləri sayaq. Deməli 1, hətta 1, 2, 3 dənə bunlar. 4, 5, 4, 5. 1, 2, 3, 4, 5 dənə görürəm. Bunu saymıram, bunları sonra sayacağım. İkili 5 dənədir. Tamam. Üçlü bir daha bunu görürəm burada. Bir üçlü bunu görürəm. Başqa bunlardan düzələn bir şey görmürəm. Bax bunlar saydım mən. 1, 2, 3, 4, 5 saymışam. O da saymışam. Saymışam. Yaxşı, üçlü başqa. Üçlü bir daha budur mu? Başqa yoxdur mu? Aa, daha bu var da ha. 1, 2, 3. Ve buradaki bax bu üç bucaq var. Bir de bu üç bucaq var. Bunlar da üçlüdürlər. 3 dənə də üçlü oldu. Qaldı indi bu və bu mərtəbələri. 1, 2, 3 dənə də bu. Bütövlər də 3 dənə də budur. 3, 3, 6, 5, 11, 8, 19. 20, 100%, 20 yadımda qalıb mən bu. Uşaqlarla tamamda 20 tapmışdıq. Hansısa birini görməmişəm mən 100% burada. Hansısa birini görməmişik. 1, 2, 3 dənə saydım. Bunu bütün 3 dənə saydım. Bunu zaten təkillərdə saymışdım deyə saymadım. Amma düşünməyin ki budur. Bunu təkillərdə saymışdım. Çünki təkillərdə 1, 2, 3, 4, 5, 6, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə saymışdım. Üçlülərdən biri yoxdur ya da ikililərdən hansısa birini görməmişəm. 6 deyilir belki. Biri budur ikilinin. Biri budur ikisi. 1, 2, 3, 4, 5. Üçlülərdən bir budur. Bax bir budur. 2 budur. 3 bax budur. Bax 3 bax budur. Başqa harda var ki biz görmürük? Başqa harda var ki biz görmürük? Bir, iki, üç, dört, beş. Təkliyin 8 olduğu 100% anladım. Bunlar amma ümumi cəmi 20 eləmişdi 100%. Görmürəm. Bir də təzədən gedəcəm. Deməli təklilər 1, 2, 3, 4, 5, 6, 7. Bundan biri də 8. Başqa təkli yoxdur burada. 8 dənə oldu təkli. İkililəri diqqətlə baxaq. Bax, biri budur. İkincisi budur. Bax, bunun əmələ gətirdiyi üç bucaq, bunun əmələ gətirdiyi üç bucaq, bir də bunun 3 dənə budur. Dördüncü bax budur. Beşinci də tam onun sağındakı bax budur. 5 dənə bulardı. Başqa burada ikili var mı ki? Başqa burada ikili. Görmürəm. Ya varsa da görmürəm. Bunu sayıram da mən ha. Bunu sayıram mən. Bunu deyirəm də yəqin ki, deyirəm ikililərin sırasında. 1, 2, 3, 4, 5. Sayıram da. İkili yenə 5 daha gördüm. Üçlülerdeki biri budur. Bak bu içerisindeki bu. Biri budur.
biri də budur. 3 dənə də yox budur. Tam dəqiq olması üçün belə bir şey deyəcəm. Buraya yazıram 1. Nöqtə sayımı ilə geçirməliyəm mən bunu, çünki sübut eləməliyəm. 2, 3, 4, 5 nöqtələr birləşdiyi yerlərə. 6, 7, və hər bir nöqtəyə bir şeylə işarə elədim. Buraya 6, 7, 8, 9, 10, 11 və 12. Şimdi başladıq. 1 ilə 2. 1 ilə 2 ilə əmələ gətirdiklərinə baxaq. Deməli, 1, 2, 1, 2, 3. Yəni, əgər ki, birləşəndə təzədən əmələ gətirilərsə sayırıq. 1, 2, 3 əmələ gətirir. 1, 2, 4 əmələ gətirmir. 1, 2, 5 əmələ gətirir. 1, 2, 6 əmələ gətirir. 1, 2, 7 əmələ gətirir. 1, 2, 8 əmələ gətirmir. 1, 2, 9 əmələ gətirmir. Birləşən yeri yoxdur. 1, 2, 10 əmələ gətirir. 1, 2, 11 əmələ gətirmir. 1, 2, 12 əmələ gətirmir. 1, 2 ilə işim bitdi. İndi 1, 3-ə başlayıram. 1, 3, 1, 3, 2-yə təzədən baxmırız. 1, 3, 4 deyə davam edir. Deməli, 1, 3, 4 əmələ gətirir. 1, 3, 5 əmələ gətirir. 1, 3, 6 əmələ gətirir. 1, 3, 7 ardadır. 7 əmələ gətirir. 1, 3, bu 100% artıq yöntemdir. 1, 3, 9 əmələ gətirir. Yəni, burada artıq səhv eləmirsən. 1, 3, 10 əmələ gətirmir. Yox, 1, 3, 11 əmələ gətirmir. Yox, 1, 3, 12 əmələ gətirmir. 1, 3-dən də işimiz bitdi. 1, 4-ə baxıram. 1-lərdən sonra zaten işimiz çox yüngülləşəcək, özünüz görəcəksiniz. 1, 4, 5 əmələ gətirir. 1, 4, 6 eyni xəttdə əmələ gətirmir. 1, 4, 7 birləşən nöqtə yoxdur. Yox. 1, 4, 8 yox. 1, 4, 9 əmələ gətirir. 1, 4, 10 yox. 1, 4, 11 yox. 1, 4, 12 əmələ gətirmir. Keçdik 1, 5-ə. 1, 5, 1, 5, 6 ilə əmələ gətirmir. 1, 5, 7 ilə əmələ gətirmir. 1, 5, 8 ilə əmələ gətirmir. 1, 5, 9 ilə əmələ gətirmir. 1, 5 ancaq 10 ilə əmələ gətirir deyəsən. 1, 5, 10, 1, 5, 11, 1, 5, 12 mümkün deyil bunlar. 1, 5 ilə də işimiz bitdi. Keçdik 1, 6-ya. 1, 6, 7 ilə əmələ gətirir. 1, 6, 8 yox. 9 yox. 10 yox. 11 yox. 12 yoxdur. Keçdik 1, 7-yə. 1, 7-dən 8 yox. 9 yox. 10 yox. 11 yox. 12 yox. 1, 7 ilə ümumiyyətlə yox imiş. 1, 8 ilə əlaqəsi yoxdur. 1, 9 ilə 1, 9, 10, 1, 9, 11 və 12 əmələ gətirmir. 1, 10 ilə da 1, 10, 11, 12 əmələ gətirmir. 1, 11 də gətirmir. 1, 12 də ümumiyyətlə gətirmir. 1 ilə işimiz bitdiyinə görə 1-i silirsiniz. 1-ə baxmayasınız. 2-dən başlayırsınız baxmağa. İndi baxın. 2-nin əmələ gətirdiklərinə baxaq. 2 nə ilə əmələ gətirir? 3 ilə əmələ gətirir. 2, 3 birləşən nöqtə nədir? 8. 2, 3 4 ilə əmələ gətirmir. 5 ilə əmələ gətirmir. 6, 7 zaten eyni xəttədir. 8. 2, 3, 8. 2, 3, 9 yoxdur. 2, 3, 10 yoxdur. 2, 3, 11 və 12 yoxdur. 2, 3 ilə işimiz bitdi. Keçdi indi 2, 4-ə. 2, 4 yoxdur. 2, 5 var. 2, 5, 6 ilə əmələ gətirir, amma 7 ilə əmələ gətirir. 2, 5 başqa nə ilə əmələ gətirir? 2 ilə 5-dən 7, 8 mümkün deyil, 9 mümkün deyil, 10 mümkün deyil, 11 və 12 mümkün deyil. 2, 5-dən də işimiz bitdi. 2, 6 ilə 7, 8, 9, 10, 11 mümkün deyil. 2, 7 ilə 2, 7, 8, 2, 7, 9, 2, 7, 10 mümkün deyil. 2, 8 ilə zaten 2, 3, 2, 8 ilə 9 mümkün deyil. 10 mümkün deyil. 11, 12 mümkün deyil. Bunlar da mümkün deyirlər. Bunlar da getdilər. Yəni 2 ilə işimiz bitdi açığı.
2 ilə ancaq mən nə əmələ gətirdi? 2, 3, 8 və 2, 5, 7, düzdürmü? 2-nin olduğu nöqtədən başqa 3 buzağın əmələ gətirdiyi nədir? Yoxdur. Təkcə bu və bu yekədə əmələ gətirə bilir. Başqa görüş heç birində əmələ gətirə bilmir. 2, 3 buzaq ola bilmir. Yəni buradakini də silmişik deyə. 2 ilə də işimiz bitdi. 2-ni də sildik, keçdik 3-ə. 3-də deməli nə edərik? Bağlan görə yerindir sənin. 3-ün əmələ gətirə bildiyi sadəcə 3, 4, 6 var. Başqa əmələ gətirə bilmir, düzdürmü? Ancaq 3, 4, 6 var. Bu da başqasını əmələ gətirə bilmir. 3-də də başqa yoxdur. Yerdə qalanlar deməli hansılardır? 4, 5, 8. Deməli 9, 8, 9, 10. Bir də 8, 11, 12. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 da. 19 deneymiş deyə boş-boşuna özümüzü bu qədər yorduq. Biz onda uşaqlarla səhv tapmışıq da 20. Nəysə 2 dəfə sayılmışıq. Gözümüzdən qaçan bir şey yoxmuş. Ya da yazanda da yenə səhv elədim. Tam əmin ola bilmədim, amma siz bir də yoxlayarsınız. Yəni həqiqətən bəlkə 19 deyirəm, özümü bu qədər yordum. Ton 5, 6, 7, 8 və 9 rəqəmlərinin hər birindən bir dəfə istifadə edərək aşağıdakı xüsusiyyətləri də nəzərə alınmaqla 5 rəqəmin bir ədəd düzəldir. Soldan sağa doğru ilk 2 rəqəm cüt ədəd yaranır. Soldan sağa doğru ilk 4 rəqəmdən 4-ə bölünən bir ədəd yaranır. Soldan sağa doğru. 5, 6, 7 rəqəminin hər birindən bir dəfə istifadə aşağıdakı xüsusiyyətləri də nəzərə almaqla 5 rəqəmli bir ədəd düzəldir. Okey. Soldan sağa doğru ilk 2 rəqəmdən cüt ədəd yaranır. Məsələn 56, 58, 59, 76 falan. Soldan sağa doğru ilk 4 rəqəmdən 4-ə bölünən bir ədəd yaranır. Soldan sağa doğru deməli bu ilk dörtlü 4-ə bölünən bir şey verməlidir. 4-ə bölünən bir şey burada mənə nə verə bilir? 56 verə bilir. %76 da verə bilir bu arada. 56 ilə 76 verə bilir. 68 də verə bilir. Soldan sağa doğru son 3 rəqəmdən 3-ə bölünən bir ədəd yaranır. Ədədin özü 5-ə bölünür. Nə gözəl. Ədədin özü 5-ə bölünürsə, sonuncu rəqəm 5-dir. Bizə bunu qutardı. Bu getdi. Soldan sağa doğru son 3 rəqəmdən 3-ə bölünən bir ədəd yaranır. Buradakıların cəmi 3-ə bölünən bir şey verməlidir bizə. 5 varımızdır. 3-ə bölünməsi üçün sırada 9 yarada bilmirik. 12 və 15-ə baxaq görək bunlardan hansı yarada bilirik. 5 varımızsa yerdə 7 qalır. Olmaz. Yəni 9, 12 yundaq. 10. Bunların cəmi zaten 10 vermir. 18-ə baxaq. Cəmi 13 verməlidir. 6 ilə 7 yəni ola bilər. Ya da 7 ilə 6 ilə ona baxacaq. 6, 7, 7, 6 mı? 13 verə bilirlər. Ön hissədə deyir ki, soldan sağa doğru ilk 4 rəqəmdən 4-ə bölünən bir ədəd alınırdı. Soldan sağa doğru ilk 4. Yəni bu hissə əgər 4-ə bölünə bilirsə, mən nə edərəm? 6 ilə 7-nin yerində dəyişə bilərəm ki, 4-ə də bölünsün. Yəni bura 76 yazsam 4-ə bölünə bilir və ilk rəqəmdə cüt olduğuna görə bu olacaq 98. Deməli 98765-dirsə, soldan sağa doğru ilk rəqəmdən cüt ədəd yaranır. Bəli, 98. Soldan sağa doğru ilk 4 rəqəmdən 4-ə bölünən bir ədəd yaranır. Bəli, 98, 76 4-ə bölünür. Soldan sonra son 3-ə bölünür, bəli, 765 3-ə bölünür və özü də 5-ə bölünür, bəli. Ədədimiz oldu nə bu? Davam. 18-dən. Deyir ki, bir ictimaiyyət mərkəzində kişilərin sayının qadınların sayının nisbəti 23-ün 37-yədir. Aparılan sorğuya görə bu ictimaiyyətdəki şəxslərin 15%. Deməli, bu da sadə sualdır. Burada bizə verilir ki, bir ictimaiyyət mərkəzində kişilərin sayının qadınların sayının nisbəti 23-ün 37-yədir. Aparılan sorğuya görə bu ictimaiyyətdəki şəxslərin 15% şəkil çəkməyə maraqlanır. Deməli, ilk növbədə biz nisbət görən kimi yanlarına K-ları yazırıq. 23K, 37K, yəni ümumilikdə burada 60K adam var.
Nisbət gördünüzsə K ilə əvəz edir. 23K üstə gəl 37K bizə 60K-nı verir. 60K-nın 15% şəkil çəkməyə maraq göstərir. Aha, 60K vurulsun 15 bölünsün 100. İxtisar getdi 5-ə, yuxarıda qaldı 3, aşağıda qaldı 20. Bunlar da ixtisar getdilər, yuxarıda qaldı 3K. 3K vurulsun 3. 9K adam şəkil çəkməyə maraq göstərir bu arada. Göstərişən qalanları bu sayəyə maraq göstərmir. 11 qadın rəsm çəkməklə maraqlanır, 39 kişi isə bu sayə ilə maraqlanmır. Deməli, kişiləri birinci veribdi 23K kişilərdir. 23K kişidən 39'u maraqlanmırsa, 39'un çıxanda yerdə qalanlar maraqlanır deməkdir də, düzdürmü? Deməli, mən bu ikisini topladığımda, o 23K çıxsa 39 və 11 dənə qadını topladığımda 9K-ya bərabər olmalıdır məntiqlə. Çünki deyir ki, qadınların 11'i maraqlanır, kişilərin isə 39'u maraqlanmırsa, kişilərin ümumi sayından 39'u çıxdım, yerdə qalan deməli maraqlanır. Üstə gəl 11, 9K-ya bərabər olmalı. Çünki 15%-dan bundan maraqlanırdı. K-ları bir tərəfə keçirir, 23K çıxılsın 9K bərabər olur nəyə? 39 çıxılsın 11'ə. Sağ tərəfdə alınır 28, sol tərəfdə alınır 14K. Deməli, K bərabərdir 28 bölünsün 2, yəni 14, yəni 2-yə bərabər olmuş olur. K'nın 2 olduğunu gördük. Neçə qadın şəkil çəkməklə maraqlanmır? Qadınlar 37K deyildi. 2-ni vurduq 37-yə. K'nın qiyməti tapdığımıza görə 74 ilə 74-dən də çıxdıq nəyi? Maraqlanmayan 11 nəfəri. Deməli 63 də qadın neyinirmiş? Maraqlanırmış. Cavabımız olur 63 və keçək bir sonraki suala. 19 parsialdır. Parsial necə edirik? Deməli, hesablayanda 132 11 vurulsun 12'yə, 156 12 vurulsun 13'ə, 182 13 vurulsun 14'ə bərabərdir. Yəni bu şəkildə davam edirlər gördüyünüz kimi. 14 vur 15, 15 vur 16 ta ki bura qədər. 5 6 isə 23-dən 22-dir səhvləmirəmsə. Dəqiq baxaq. 22 vurulsun 23. Hə 5 6 da budur. Belə olanda deməli 2024 vurulsun birinci, yəni 1 bölünsün 11 çıxılsın sonuncu 1 bölünsün 23'ü çıxırıq. Buna Azərbaycanda fil qulağı da deyirlər. Filin qulaqlarına oxşadığına görə. Birincidən sonuncunu çıxırsınız, bu da deyir nə? 2024 vurulsun, eyni məxrəcdə birləşdirdik, 23 vurulsun 11'i, deməli 23 buna düşdü. Buna da 11 düşdü, 20 çıxılsın 11. Bu da tam dediğim neçə 22. 2024 vurulsun, yuxarıda oldu neçə? 12, aşağıda oldu neçə? Elə 23 vur 11 kimi də saxlayacağım. 2024 çünki 11 ilə ixtisar gedir. Görürsünüz, tək saradiyanların cəmi cüt saradiyanların cəminə bərabərdir. Vaxtım çox getməsində, çünki bayaqki sual bizi çox yubadmışdı. Bölünsün 11, 184 bu eləyir. Bundan bir ixtisar getdi, burada qaldı 1, burada qaldı 184. 184 de yəqin ki 23'ə bölünər deyə ümidvaram, bəli, bölünür. Qalır burada 8, 8 ilə 12 oran edir neçə? 96 olur sualımızın cavabı. Davam. 20'də deyir ki, bəs aşağıdakı halda növbəti kəsir A böl B olsun. AB ixtisar olunmuş kəsir deyirsə, A plus B'nin qiymətini tapın deyir bizə. Tamam, burada baxaq görək ardıcıllıq necə gedir. 3'də 1, 3'də 1, 9'da 5, 1'də 1, 5'də 9, 9'da 29. Bu şəkildə davam edirsəm, A plus B'nin qiymət tapın ixtisar olunmuşdur, kəsirdirsə. A bölünsün B ixtisar olunmalıdır. Buradakı artım 3 çarpsa, yəni bu 3'də 1 olsa, ikincisi 6'da 2 olsa, bu birisi 9'da 5 olub o zaman, elə olduğu kimi də qalıb. Bu birisi 12'də 12 olmuş olsa, bu birisi 15'də nə olar? 27 olsa, bir digəri sıra 18'dədir. 18'də 58 olsa. Aşağını 3 artırıram 2 verirsə. Yuxarı isə necə artır? İndi o təyinləmək lazımdır. Üstünə 1 gəlib, 3 gəlib, üstünə 1 gəlib, üstünə 3 artıbdır. Bu 7 artıbdır. 5 artsa nə gözəl olardı. Bu 15 artıbdır. Bir ardıcıllıq hələ ki gözümə dəymir yəni. Amma bu üçün qatlar olduğuna əminəm. Onu çünki göstərir bu. Prosta sadəcə yuxarı necə artır onu bilmək lazımdır. 1, 3, 7, 15,
5. Neye yaxındır bu ədədlər? Kvadratlara yaxın deyil. Çünki biri kvadratın 1 əksiyidir, o birisi kvadratın 2 əksiyidir, o birisi kvadratın yenə 1 əksiyidir. Növbətdə bəlkə kvadratın 2 əksiyi olacaq, yəni 23 olacaq. Deyə bilmirik onu. Adəm bunu tapmamışıq ki. Yəni bunu da tapsaq bilirdik onda. 27-dən 58-in nə qədər artım var? Deməli yox, bu da 29 elədir. Ham 31. Vur 3 çıx 1. Burada vur 3 çıx 3 olur. Vur 3 çıx 1, vur 3 çıx 1, vur 3 çıx 3, vur 3 çıx 9. 2'ye vur üstüne gelsək, onda birbaşa ilə 2'nin özünü aldıq. Vur 2 üstə gəl 0, vur 2 üstə gəl 1, vur 2 üstə gəl 2, vur 2 üstə gəl... Of, qəşəng. Söz tam gördük. Deməli, burada görün nə baş verir. Yuxarı belə artır. Vur 2 üstə gəl 0, oldu 2. Vur 2 üstə gəl 1, oldu 5. Vur 2 üstə gəl 2, oldu 12. Vur 2 üstə gəl 3, oldu 27. Vur 2 üstə gəl 4. Oldu 58. 58'den olacaq. Vur 2 üstə gəlsin 6, 5. Çünki 0, 1, 2, 3, 4. Bu da 5 olacaq. 58'i 2'ye vurup üstüne 5 gələcək. Deməli 58 vurulsun 2 üstə gəlsin 5. Bu da 121. Deməli növbət olacaq nə? 21'də 121. 21 ilə də 121 nəyəsə bölünürlərmi ki? Hər ikisi. Nasıl bir ortak ədədlər var bunlar? %21 yəni bu şey formada yazsaq 11 vurulsun 11'dir. Bu da 3 vurulsun 7'dir. Yəni heç bir ortakları yoxdur elə. 121 nə 21 kimi qalacaq. Onların da cəm verəcək bizə nəyin 121 üstə gəlsin 21 olacaq. 142. Keçən növbət suala. Qəşəng sual idi amma bu. Bunun uzun bir izahı da var, qısa izahı da var. Sürətli formada demək xəttində qısa yoldan geçeceğim. Deməli, BC 28'dir. Bax, burası 28'dir sən. 28'dir. Bunu belə birləşdirdiyimizdə 28'in 28'e bir kvadrat əmələ gətirsək, bu ağların topası onu verir bizə. 28'in 28 olan bir kvadrat verirlər bizə. 28'in deməli kvadratı bizə verdi nəyi? Bu ağ hissəni. Ümumi kvadrat isə AD'nin 36-yadan, yəni burada 36'dır, burada 36'dır, burada 36'dır və burada 36'dır. 36'ın kvadratı bizə verir ümumi sayını. Ümumi sayıdan ağları çıxanda yerdə bozlar qaçıq. Yəni 36'ın kvadratı çıxılsın 28'in kvadratı. Bu da müxtəsər vurma kimi atsaq 36 çıx 28. 36 üstə gəlir 28 kimi. 36'da 28 çıxanda qalır 8 vurulsun. 36'ın da üstünə 28 gətir birbaşa hesablayıb vuraq. 36 üstə gəlsin 28 vurulsun 8'in kubun verir 512. 64 bu ilə 512. Cavabımız olur 512. Keçdiyi növbətiyəm. 22 eminim mənim 3 bitkim var. Ayda burada Rusu göstərə bilməyəcəm deyəsən. Çox uzundur bu sual. Çox uzundur. Qəhvə fasiləsi Emil və Frank söhbət edirlər. Emil deyir ki, mənim 3 bitkim var. Onların dipçək nömrələrini bir-birinə vursaq, nəticənin 144 alarıq. Onların dipçək nömrə 3 bitkisi var. Hasili 144. Əvvəlcə 144 görək hansı 3 ədədin hasili kimi göstərilə bilər. 144'ü böldüm 2'yə. 72'ni böldüm 36'nı böldüm 2'yə. 18'i böldüm 2'yə. 9, 3, 3, 3, 1. Tamam. 3 bitki bunlarla alındıra bilərəm, yəni bu rəqəmləri alındıra bilərəm.
3 vurulsun, 6 vurulsun, 8 yaza bilərəm, 9 vurulsun, 4 vurulsun, 4 və s. yaza bilərəm. Hələ ki ona tələsməyək. Frank deyir, mən mərtəbə nömrəsini bilirəm, ancaq dipçəklərin nömrələri ilə bağlı əmin deyiləm. Burada nə baş verir? Dipçəklərin nömrələrinin ən böyük və ən kiçik arasındakı fərqi tapın deyir bizə. Gözləyin görə. Mərtəbə nə əlaqə burada? Frank yəni Frank nə deyir? I know the floor number, but I haven't said I should have but their point. Nə soruş axırda? Tərcih yoxdur. Şöyle budur. Dipçək nömrələrinin ən böyük və ən kiçik arasındakı fərqi tapın. Emily deyir, mənim səhvimdir. Bitkilərimin ikisinin nömrəsi eyni olduğunu qeyd etməyi unutmuşam. Bu denəndə bəs bu unutmaq olar onu. İkisi eyni olmalıdır. Tamam, okey. İkisi eynidirsə ya 2-2 ya 4-4 olar. Frank deyir, aha, indi onların dipçək nömrələrini bilirəm deyir. Aha, indi onların dipçək nömrələrini bilirəm deyir. Dipçək nömrənin ən böyük və ən kiçik arasındakı fərqi tapın. Deməli, ən kiçiyindən başlayaq. Ən kiçiyi hansı olar? Deməli, 4, 4, 9. 9 ola bilər, düzdürmü? Bu da bizə 144'ü verir. Ardından belə götürmərəm, şeylə götürərəm. 3 ilə 2 ilə götürərəm. 3, 2, 6 verir, 3, 2, 6 verir, düzdürmü? 6 vur, 6 vur, yerdə qalan 4 olar. Deməli, ən böyük 9 ola bilər, düzdürmü? Ən kiçik 4 ola bilər da. 9 çıxılsın 4. 5. Yəni bu. Yəni sualda məncə bu soruşurdu. Məncə. Sonra bir kağıza 3 tam ədəd yazılıb, ədədlərin hasili 1584-dür. Ən böyük ədəd ən kiçik ədəddən 4 mislidir. 1584-ü yenidən eləyəcəyik, vuruqlarına ayıracaq ki, bu tipli misallardan ancaq vuruqları ayırmaq lazımdır. 1584-ü bölülüyü vuruqlarına. 2-yə ayırdıq. Sürətli şəkildə ayıracağım. 1584 bölünsün 2, 792. Yenə 2-yə bölünür. 2-yə bölündüyü sürətdə davam edirsiniz. Yenə 2-yə bölünür. Yenə 2-yə bölünür. Deməli 99 düşür də bunda. Öncə bundan sonra 2-yə bölünməyəcək. 3-ə başlayacağam bölməyə. 33, 3, 11, 11, 1 kimi getdik. İndi biri o birisindən 4 mislidirsə, deməli bu 4-ü ayrı qoyaq kənara. 4 qalsın burada. O birisilərdən də eyni şeyi andırmağa çalışaq. Bir kağıza 3 tam ədəd yazdım. Ədədlərin ən böyük ədəd ən kiçik ədəd 4 mislidir. 4'ü yazdım oyuna. Biri o birisinin 4 mislidirsə, deməli baxın. 2 ilə 3, 2 ilə 3 deməli. Biri 4 vur 6'dır. Biri 6'dır. Biri də 11'dir. Ən böyük 24'dür. Kameramın altına düşüb bu hissə. Bura silək. Biri deməli 4 vur 6'dır. Baxın, biri o birisinin 4 mislidirsə, mən 4'ü ayrı bir kənara qoyandan sonra digər ikisinə də eyni şey verməliyim ki, həqiqətən də 4 qatı çox olsun. Biri 6 olur, biri 4 vur 6 olur, biri də 11 olur. Bizdə deyir ki, saran yazdıq ədədlərin cəmini tapın. Bunların cəmi 6 üstə gəlsin, 11 üstə gəlsin, 24. 35, 6, 41 edir cavab. 41 deyib 61 yazıram. Sən də düz hesab edin, məndə var elə şeylər. Nə gördün, elə səhvlər eləmişəm. 35, 6, 41, 24. 25 dənədir bəs. O vəziyyətlə bir dənə hər birini. Tamam, baxaq. Birinci 24'ü həll eləyə görək. Avarı tapmalıyıq, deməli. Burada yadda bir qaldığını bildik. Bütün müxtəlifə. Başqa heç bir köməmiz yoxdur bizim burada. Oha. Bir köməyimiz var ki, S-in üstünə 0 gələndə A eləyibdir. Deməli, buradan da yadda nəsə qalmalıdır. M üstə 2 gəlsin, R eləyibdir. O üstə gəlsin 4.
deyilibdir. Mən bunu nəyə əsasən götürüm indi? Nəyə əsasən hesablayım? Hardan başlayayım, necə başlayayım? S-ə 1 deyə, ya 2 deyə, yəni buradan başlayaq da. Bunlar çünki bir-birlərinə bir də artıqdılar axı. A olan yerlərə 2-ləri yapışdırıram gedir. S olan yerlərə də 1-ləri yapışdıraq getsin. 2-nin üstünə 2 gəlibdir. 1 üstə gəlsin 0. Nə olursa olsun buradan yadda qalan şey olmur da yəni. Deməli A-nın üstünə 2 gələndə 4 eləməlidir. V elə birbaşa 4 edir. W-nun yerinə 4-ü yapışdırdıq getdi. O üstə gəlsin 4 D eləyibdir. Elə ki D ilə bağlı heç bir fikrim yoxdur da. O-ya nə yaza bilərəm? 1, 2, 4 yeri dolubdur. 3 yaza bilərəm. 3-ün üstünə 4 gələndə D edir 7. M-ya nə yazaq bəs? M-ya da ki 8 yazaram. 2 üstünə gələndə R da 0 edir. 1 yadda saxlayıb o biri tərəfə keçər. Eyni olmalı ki əsasadır. Zaten rəqəmlərin cəmini soruşur deyə uşaqlar. Burada ehtiyac yoxdur. Yəni çox şey çıxa bilər uşaqlar. Əslində bir dənə şərt ödəsin. 3 üstə 4 gələndə 7 yadda üstünə qalmadı. 8 üstə 2 gələndə 0 yazdıq. 1 yadda qaldı. 1 üstə 0 gələndə 1 də yadda. 2 yadda üstünə qalmadı. 2 üstə gəlsin 2 4 au. Vay. Buradan yadda qalan bir şey verməli daha isə. Bu unutduq. 2 üstə gəl ki 4 elədi. Bura axı yadda üstünə düşmədi. Tamam, okey. Onda A məcbur ya 8 ya 9 ola bilər. Başqa heç nə ola bilmir, düzdürmü? A-nı 8 kimi götürəcəm. A oldu 8. Birinci 8 nə yox? Deməli S nəymiş? S 7 imiş. S-lərin yerlərinə 7 yazdım. A-ların yerinə də 8 yazdım. 8 üstə gəlsin 2 0 verir. 1 yadda qalıb düşür ora. 7 üstə gəlsin 0 1 isə M-lə 2 eləməli ki, yadda nəsə versinlər. M-lə 2 yadda nəsə versin, böyük ədəd lazım. Mənə 9 yazaram. 9 üstə gəlsin 2 11 eləyər. 1 yazaram, 1 yadda qalar. Burada da qaldı onun yerində nə istəyir yaza bildiyindi biz. 1 yazan mənim var. 2 yaza bilərəm də. 3 yaza bilmərəm, 4 ilə 7 verir. 4 yazan mənəm 8 edir. 5 yazan mənəm 5 ilə 4 9 edir. Olmur. O superi. Bir dənə təkcə 2 ola bilər. 2 üstə gəlsin 4 6. Məcbur verdi hamısını. 2 4 6 9 üstə gəlir ki 11. 1 yazdıq. 1 yadda 7 üstə gəlsin 0. 1 də yadda 8 8 üstə gəlsin 2 0 1 yadda bu da keçdi bu bir tərəfə. Deməli bizə avardın cəmini istəyirdi. 8 üstə gəlsin 8 üstə gəlsin 1 üstə gəlsin 6. 16 bu da 7 23 almış olduq. Geçdik son sualımıza. Olivia'nın içində 1-dən 20-yə qədər olan hər bir fərqli nömrələrə malik 20 sikkə olan bir səbəti var. O səbətə baxmadan oradan minimum neçə sikkə götürməlidir ki, götürdüyü sikkələrin ikisinin hasili ədədin kvadratı olduğuna əmin olsun. Tamam, okey. O zaman mən nə edərəm də? Əvvəlcə təklərin hamısını götürərik. Biri götürdüm. Biri götürməyəcəm. Bir zaten ədədin kvadratıdır. Biri nəyinəsə götürsəydi mən 2 götürdüm, 3 götürdüm, 5 götürdüm, 7 götürdüm, 11'i götürdüm, 13'ü götürdüm. Bunlar heç vaxt hasilləri nəysə verə bilmir. 13'ü götürdük, bir də 17'ni götürdük. Tamam. Biri də götürə bilirəm də bu arada. Birlə nəyəsə hasili kvadrat vermir ki, buradakilərin heç birində. İndi gəldik digər bir məsələyə. İkisinin hasili. 1, 2, 3 getirmişdim. 4'ü götürmək istəyirəm. 4 bunlardan hansısa biri ilə hasili verilməsi ehtimalı yoxdur. Var. 1 ilə 4'ü vuranda ədədin kvadratıdır. 8'i götürə bilirəm. 8 ilə 2, 16'ın kvadratıdır. 4'ten sonra ne kadar? 6. Altıyla neyse hasili kvadrat vermir ha. 6'ın içinde 2 ile 3 var da. Vermir. 6'yı da yazabilirim. 4'ü yazamıyorum, 6 yazabilirim. 9 yazamıyorum. On da yazabilirim bu arada. 10 da yazabilirim. Çünkü 10 da içerisinde var 2 ile 5 var da. İçinde 2 ile 5 olan bir şeyle gələk buralar ki bu neyse kvadrat olur. Yok da neyle burası? 10 da götürebildim. 11 burada da 12'yi götürəndə bəs ne olur?
12 götürəmirəm, 3-dən vurulanda 36 verir. 10, 12-ni. 13 burada da 14'ü götürən nə olur bəs? 14'ün də içində 2 ilə 7 var. Nəyinə vuracam ki bu kvadrat versin mənə? İçində 2 ilə 7 olan heç nə yoxdur, axı verə bilmir. Aha, çox qəşəng. 15'i içində 3 ilə 5 var, bunu da götürə bilirəm. Nə ilə savurlandı, mənə kvadrat vermir. İçində 3 ilə 5 olan yoxdur, 2 ilə 3 var, təkcə 5'dir. 16'yı götürə bilmirəm, 17'yi zaten götürmüşük, 18'i götürə bilmirəm, içində 2 ilə 9 var hazır. Tamam, okey, temanı tutduq. Mürəkkəb ədədləri elə götürmək lazım ki, mürəkkəb ədəd ya eynisi olmasın, özü kvadrat olmasın, ya da ki, hasilləri biri nə olursa olsun, o birisi kvadrat olmasın. Yəni, baxın, fikir verirsiniz, heç birinin hasilində kvadrat yoxdur. Niyə 9'u götürənmirik? Çünki 9 zaten özü 3 ilə 3'dür. Hazır kvadratdır özü. Niyə 4'ü götürənmirik? 2 ilə 2'dir. Niyə 18'i götürənmirik? Çünki biri 2 olsa da biri 9'dur, biri kvadratdır. 2 ilə vurulan kimi təzədən mənə kvadrat verəcək. İçində bir də kvadratı var. Məsələn, o yanaşmayla gedirik də. 1, 2, 3'ü götürdük, 4'ü götürənmirik, 5'i götürdük, 6'nı götürdük, 7, 8'i götürənmirik. Niyə? Çünki 8'e fikir verin nədir? 2 ilə 4 var içində. Biri kvadratdır, yəni 2 ilə vurulan kimi ikinci kvadrat da əmələ gələcək içərisində. Götürmürük. 9'u götürmürük, özü kvadratdır. 10'u götürə bilirik, 11'i, 12'ni götürə bilmirik. 12 niyə götürə bilirik? Çünki 3 vur 4'dür. İçində bir də kvadrat var. 3 ilə vurursa dərhal bizə yeni bir kvadratı verəcəkdir. Yəni 3, 3, 6, 36'ını verəcək. Yəni olmaz. 13'ü götürə bilirik, 14'ü götürə bilirik, 15'i götürə bilirik, 16'nı götürə bilmirik çünki 2 vur 8 4 vur 4 özü kvadratdır. 17'ni götürmüşük, 18'i götürəmədik. 9'dan 2 və 19'u nə edə bilirik? Götürə bilirik. Çünki 19 zaten özü nədir? Sadədir. Heç bu bayaqlar yazmamışam. 20'nin özünü götürə bilirikmi? 20'nin özünü götürə bilirik çünki 4 vurulsun 5'dir. 5 ilə vurulan kimi kvadrat verəcək. Deməli deyir ki, o səbətə baxmadan orada minimum neçə sikkə götürməlidir ki, götürdüyü sikkələrin ikisinin hasil ədədinin kvadrat olduğuna əmin olsun. Deməli, əvvəlcə bunları götürüb üstünə 1 gələcək. Şanssız adam qaydasıdır. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənəsi. 13 plus 1. 14 dənəsini götürəndə nə olmuş olur? Ədədin kvadratı olmuş olur. Belə dostlar, bu videonun da sonuna gəldik. Növbəti videoda görüşmək ümidi ilə hələlik sağ olun.